Əziz izləyicilərim, bu günləri çay yanına mini tort hazırladım. Çox yumuşaq, çox asan və tez. Biskviti bişirib, stəkan ağzı ilə kəsib, 2 yerə böldüm arası. Krem hazırladım. 1 dəmir qutu, 370 qram. Şirin süt, qatılaşmış süt, 70 qram da şanti krem arasına, üzerine de qırağından çıxan qırıqlarını blenderdə üyütdüm. Bir hazırlayıb yığdım. Çox dadlı olur, həm də çox yumuşaq çıxıb. Hazırlayan hər kəsə nuş olsun. Resepini də altında qeyd edəcəyim.